Salam, sabahınız xeyir olsun, hörmətli tamaşaçılar. Can Güdən yenidən efirdədir. Hər zaman olduğu kimi bu dəfə də sizi maraqlandıran mövzulara aydınlıq gətirmək üçün Qurtarıb eyni zamanda bizə olan müraciətlər, sosial media hesablarında və digər platformalarda hansı mövzular sizi maraqlandırırsa bunları bizə yazdınız. Biz də təbii ki bu mövzular ətrafında sizdən gələn suallara cavab tapmağa çalışdıq. Bu dəfə də elə aktual mövzuların yerinə toxunacaq söhbət icbari tibbi sığorta tiblər zərfindən və ümumiyyətlə agentliyi təqdim bilməklərdən gedir. O tibb müəssisələrində bunlar konstitusiyalı həyata keçirilir. Eyni zamanda dövlət müəssisələrindən göndərişlər algısı mexanizmi hansı formada reallaşdırılır? Bu suallara verilişimiz boyunca aydınlıq gətirəcəyik. Siz isə ekranda çağrı mərkəzimizi və WhatsApp məktubimizi görürsünüz. 24 saat aktivdir. Müraciətlərinizi elə bu nömrələr üzərindən edə bilərsiniz. Mən isə Allah itirmədən qulaqlarınızı sizə təqdim etmək istəyirəm. İlk qonağımız Doktor Arif Əkbərov, icbari tibbi sığorta və dövlət agentliyinin göndəricilər səhifəsində bilirik. Xoş gəlmisiniz. Hoş gördük. Və Doktor Arzu İmaməliyeva, siz də xoş gəlmisiniz. Qeybuaviyə Hospitalının sığorta şöbəsinin rəhbəridir. Ayrıca təşəkkürümüzü bildiririk. Çox sağ olun ki, cərəfinizi qəbul etdiniz və bu mövzu əslində hər birimiz üçün aktualdır. Çünki əminik ki, sizə də müxtəlif sorğular daxil olub vətəndaşlar tərəfindən. Eyni zamanda biz də ailə xəstəliklərin müalicələrinin aparılmasında bu sorğuları alırıq və düşündük ki, bu da bir proqramımızda elə ümumilikdə mənzərəyə nəzər salaq və eyni zamanda qərib suallara aydınlıq gətirək. Mən sizə belə mövzuya giriş məqsəddən ayrılıqdır. Əvvəlcə ondan başlayaq ki, vətəndaş tibbi xidmət almaq üçün göndərişi hansı formada əldə etməlidir? Hamınızı bir daha xoş gördük. Təşəkkür edirəm dəvətə görə. Belə deyək, göndəriş ilk olaraq nə deməkdir, onu istəyirəm izah eləyim. Göndəriş hər hansı bir tibb müəssisəsində tibbi xidmətin göstərilməsi mümkün olmadığı halda digər tibb müəssisəsinin yazılı göstərişdir. İcbari sığorta çərçivəsində xidmətlər zərfi çərçivəsində göstərilir və icbari sığortanın xidmətlər zərfi Nazirlər tərəfindən təsdiq olunub və orada da qeyd etdiyi qərara əsasən də agentliklə müqavilə bağlanmış tibb müəssisələrdə xidmətlər göndəriş əsasında göstərilməlidir. Təcili və təxirəsalınmaz tibbi xidmətlər istisna olmaqla. Vətəndaş hər hansı bir tibbi xidmətin alınması üçün ilk olaraq təbib tabeliyi tibb müəssisələrinə müraciət etməlidir və ya Səhiyyə Nazirliyinin tabeliyində olan 9 elmi tədqiqat institutuna müraciət edərək şikayətlərini bildirir. Səhhəti ilə bağlı orada ilk olaraq müayinələrdən aparılır və hər hansı bir əlavə tibbi xidmətə ehtiyac olduğu halda və həmin xidmətin həmin tibb müəssisələrdə göstərilməsi mümkün olmadığı halda vətəndaşa YTəbi portalı üzərindən sorğu yaradılır və göndəriş açılır. Həmin portal üzərində vətəndaşa aid müayinələr, ehtiyac olan tibbi xidmət, aparılan tibbi müayinələr qeyd olunur və vətəndaş həmin sorğuya əsasən də digər istənilən tibb müəssisəsini seçərək, seçiminə uyğun olaraq da gedib tibbi xidmətdən yararlana bilər. Bir məsələni də vurğulamaq istəyərdim, göndərişlərin verilməsi məsələsini. Yəni, deyək ki, daha əvvəlki dönəmdə bu həm də bir kağız daşıyıcılarla mümkün idi və s. və vətəndaşların seçməyi. Çünki bilirsiniz ki, bir qədər müasir dövr inkişaf edib, sosial media kifayət qədər yayılıb və hər birimiz belə də getmək istədiyimiz ünvanını sosial platformalardan əldə edə bilirik. Deyək ki, bu fərqli hospitallar ola bilər. Seçim necə aparılır? Vətəndaş hansı özəl müəssisənin seçməsini necə? İlk olaraq bayaq qeyd etdiyiniz suala da qeyd edeyim ki, istisna hal kimi təcili və təxirəsalınmaz halda vətəndaşlar birbaşa yaxınlıqda olan tibb ərazisinə müraciət etməklə tibbi xidmətdən yararlana bilər. Həmin xidmət də icbari sığorta tarifləri uyğun olaraq hesablanır, amma digər hallarda yalnız göndəriş əsasında xidmət göstərilə bilər. Və seçim? Seçim barəsində qeyd edim ki, biz də yəni ötən ilin əvvəllərindən biraz dəyişiklik eləmişik və göndərişlərin özəl tibb müəssisələrinin seçimində elektronlaşma aparılıb. Vətəndaş hal-hazırda müraciət etdikdə və ondan sorğu yaradıldıqda ona qeyd edilən əlaqə nömrəsinə bir dəfəlik SMS kod gəlir və SMS kod vasitəsilə təsdiq olandan sonra SMS kod gəlir. Təsdiq 24 saat ərzində agentliyin əməkdaşları tərəfindən aparılır. Həmin seçim isə həmin bir dəfəlik SMS kod gələndən sonra 3 vasitə ilə aparılır. İlk vasitə YTəbi elektron portalı ilə, elektron tətbiqindən daxil olaraq həmin orada göndərişlər bölməsinə daxil olaraq
qeyd edilən yəni müalicə müəssisələrinin siyahısından və həmin xidməti, həmin müəssisələrdə icrası barədə məlumat əldə edib, həmin müəssisəni seçərək tibbi xidmətdən yararlanmaq üçün müraciət edib xidmətə yararlana bilər və ya kağız daşıyıcıda verilirsə və əgər vətəndaşa kağız daşıyıcı üzərində qeyd olunan QR kodu skan edərək həmin skan etdikdə telefon üzərində agentliklə müqavilə bağlanmış tibb müəssisələrinin siyahısı gəlir. Həmin tibb müəssisələrinin əlaqə nömrələri, yerləşdiyi ünvan barədə məlumat əldə olunur və həmin tibb müəssisələri ilə əlaqə yaradaraq istənilən tibb müəssisəsinə müraciət edərək tibbi xidmətdən yararlana bilər. Və elə bir təbəqə var ki, hansı ki, ağlı telefonlarda, smartfonlardan istifadə edə bilmirsə, həmin əlaqə birdəfəlik SMS gəldikdə vətəndaş ya agentliyi saytına daxil olaraq həmin müqavilə bağlanmış tibb müəssisələrinin siyahısı ilə tanış ola bilər və ya indi əgər məlumatı varsa, hər hansı bir tibb müəssisəsi sığorta ilə fəaliyyət göstərirsə, həmin müəssisəyə birbaşa müraciət edərək, həmin birdəfəlik SMS kodu sığorta bölməsində təqdim edərək, həmin tibb müəssisəsində tibb müəssisəsinin və eləcə də həkimi öz seçmək hüququna malikdir, müraciət edərək tibbi xidmətdən yararlana bilər. Qeyd etmək istəyirəm ki, göndərişin müddəti 10 iş günüdür və 10 iş günü ərzində planlı göndərişdən istifadə edə bilər vətəndaş. Çox sağ olun, ətraflı məlumata görə qeyd edilir ki, bu dəfəki proqramımızda icbari tibbi sığorta, ümumiyyətlə özəl tibb sektoru və dövlət sektoru arasında tibbi münasibətlərdən danışırıq və göndərişlərin əldə olunması, mexanizması, hansı formada, hansı tiplərdə istifadə eləmək olar. Elə az əvvəl istədiyimiz kimi çox da bununla bağlı ətraflı məlumat verilir və qonaqlarınız isə həm icbari tibbi sığortanın qırılıq nümayəndəsidir, eyni zamanda Lirik Muadə Yaxos Palan sığorta şöbəsinin rəhbəridir ki, hansı formada bu deməli məsələdən istifadə etmək olarsa, bu mövzuya aydınlıq gətirəcək. Siz isə ekranda gördüyünüz çağrı mərkəzi və WhatsApp xəttimizə 24 saat yazaraq bizə müraciət edə bilərsiniz. Qeyd edin ki, Lirik Muadə Hospital 2018-ci il mərkəzində fəaliyyət göstərir və 7/24 sizin xidmətinizdəyik. Biz isə davam edirik növbəti sualımızla. Az əvvəl qeyd etdik göndərişlərin əldə olunması və özəl tibb müəssisəsinin seçimi məsələsi. Və bundan sonra bizdə yaranmış növbəti sual arzuqam sizə ünvanlamaq istəyirəm. Əgər vətəndaş göndəriş əldə etdi və tibb müəssisəsini seçmək istədirsə, bu göndəriş hansı formada təsdiqlənir? Vətəndaş gəlməlidir hospitala mı, yoxsa elektron formada bu təsdiq olunur, necə olur? İlk öncə məlumat verim ki, Livonada bildiyiniz kimi Livonada Hospital icbari tibbi sığorta üzrə Dövlət Agentliyinə uzun müddətdir ki, əməkdaşlıq edir. Öncəki dövrlərdə vətəndaş bizə müraciət etdikdə özəl müəssisə tərəfindən mütləq şəkildə imzalı, möhürlü göndəriş vərəqəsi tələb olunurdu. Amma ki, icbari tibbi sığorta yeni dəyişikliklərə əsasən artıq o həmin vərəqəyə heç bir ehtiyac yoxdur. Vətəndaşa dövlət müəssisəsinə müraciət etdikdən sonra 24 saat ərzində mobil telefonuna kod daxil olur ki, həmin kodla şəxsiyyət vəsiqəsi ilə bizim müəssisəyə müraciət edə bilər. Onu da qeyd edeyim ki, əvvəlki ilə müqayisədə əgər vətəndaş dövlət müəssisəsinə yaxınlaşanda həmin müəssisədə qərar verməli idisə, hansı özəl müəssisəyə yaxınlaşmaq istəyirsə, indi vətəndaş 10 gün ərzində qərar verə bilər. Yəni SMS kod gəldikdə artıq Dolayısıyla demək istəyirsiniz ki, yəni əvvəl bir qədər seçim etmək çətin idi. Deyək ki, biz yaxınlaşmışıq dövlət tibb müəssisəsinə və biz göndəriş etdik. O an qərar verə bilməyə bilərik. Xəstəxanada qərar verilirdi və xəstəxanada dövlət müəssisəsi, özəl müəssisəyə giriş olunurdu. Hal-hazırda SMS kod gəldikdə vətəndaşın hüququ var ki, 10 gün ərzində özəl müəssisəyə müraciət etsin. Onun üçün vətəndaş maraqlana bilər hansı xəstəxanada hansı xidmət göstərilir. Onun üçün də icbari sığorta üzrə Dövlət Agentliyi tərəfindən 3 vasitə təklif olunur ki, mobil tətbiqi artıq orada özü təsdiq düyməsinə basaraq özəl müəssisəni seçə bilər və 2 başqa üsul. O üsullarda isə dövlət müəssisəsində vətəndaşa göndəriş vərəqəsi verilir. Həmin göndəriş vərəqəsinin üstündə QR kod mövcuddur ki, telefon vasitəsilə o QR kodu oxutduqda vətəndaş müqaviləli xəstəxanaların siyahısını görür və eyni icbari sığorta üzrə Dövlət Agentliyinin saytında məlumat var ki, dövlət özəl müəssisənin adı, ünvanı və əlaqə nömrəsi mövcuddur. Mən vətəndaşlara məsləhət görərdim ki, xəstəxanaya, özəl müəssisəyə müraciət etməkdən öncə həmin
müəssisə ilə əlaqə saxlasın. Xeyr, əlaqə saxlasınlar. Çünki ola bilsin ki, hansısa bir xidmət daimi göstərilir, amma hansısa bir texniki səbəbdən, hansısa bir xəstəxanadan asılı olmayan bir səbəbdən həmin xidmət göstərilməsin. Amma ki, bəli, amma ki, xəstə təsdiq vurduqda artıq onun imtinasında bir çətinliklərlə üzləşir. Amma ki, vətəndaş artıq Libonadeya hospitala qərar verdikdə, bizim xəstəxanaya yaxınlaşanda qonaqlar xidməti tərəfindən qarşılanır. Onu da qeyd edeyim ki, bizim xəstəxanada xəstə xidməti deyil, registrasiya xidməti deyil, sırf qonaq xidmətidir. O deməkdir ki, bizə müraciət edən hər bir vətəndaş bizim qonağımızdır. Biz də bir millət olaraq qonaqpərvər olduğumuz üçün qonağı qarşılamağa, qonağı xoşbəxt yola salmağa bu bizim qanımızda, canımızda var və Libonadeya bu ənənəni yaşadır burada. Ondan əlavə deyim ki, bizə yaxınlaşdıqda vətəndaş ödənişli yaxınlaşır, yaxud da ki, sığorta ilə yaxınlaşır, heç bir fərq qoyulmur. Qonaqlar xidmətinin nəzdində müqaviləli təşkilatlar resepsiyonu mövcuddur ki, vətəndaş yaxınlaşıb, lazımlı olan məlumatı orada əldə eləyə bilər. Aydın, çox sağ olun ətraflı məlumata görə. Deməli, dolayısıyla bu da həm bir deyək də bu istiqamətdə olan bir yenilikdir ki, əvvəllər hörmətli tamaşaçılarımız, əgər biz səhhətimizə yaranmış çətinliklə bağlı dövlət tibb müəssisəsinə yaxınlaşmışıqsa, dolayısıyla müayinələrdən sonra yerində qərar verməli olurduq ki, hansı özəl tibb müəssisəsini seçmək. Bu bəzən vaxt məhdudiyyətindən dolayı qərar verməyimizə çətinlik yarada bilərdi və yaxud da həmin özəl tibb müəssisəsində əlaqə saxlamaq fürsətimiz olmaması səbəb ola bilərdi. Amma hazırda isə və ya eyni zamanda həm də həmin dövlət müəssisəsindəki deyək ki, müxtəlif çətinlik yaradır. Hazırda isə qalda necədir? Göndəriş təyin olunduqdan sonra xidmət artıq özəl tibb müəssisəsinə yönləndirilirsə, siz 10 gün ərzində deyək ki, ilk günü araşdıraraq, həmin hospital barədə məlumat əldə edərək və yaxud da getmək istədiyiniz həkim haqqında ətraflı məlumat əldə edərək daha sonra göndərişinizi məhz həmin müəssisə üzrə seçə bilərsiniz. Bu isə təbii ki, müsbət istiqamətdə olan yeniliklərdən biridir. Eyni zamanda yeniliklər bununla bitmir. Biz dövr ərzində, elə son bir ay ərzində hesab etdiyimizdə belə bir yeniliyə şahid olduq və bütün kütləvi informasiya vasitələrində bu barədə məlumat yayıldı və insanların maarifləndirilməsi üçün söhbət kompüter tomoqrafiyası və ya maqnit rezonans tomoqrafiyası zamanı, müayinələri zamanı olan yenilikdən gedir. Bu barədə ətraflı məlumat verəcəyik. Müştərək maliyyələşmə məbləği termini artıq vətəndaşlarımızın verdikdə gündəlik istifadəsinə daxil oldu. Bu nədir? Deməli, bu müayinələr zamanı bəlli bir ödəniş müəyyənləşdirilir. Hansı formada bu ödəniş müəyyənləşdirilir? Müayinələr arasında necə dəyişir bu ödəniş? Bu sualımızı elə Arif doktora ünvanlamaq istəyirik ki, daha ətraflı sizdən məlumat. Qeyd etdiyiniz müayinələr ilk olaraq MMRT və KT müayinələri ixtisaslı həkim tərəfindən təyin olunur və ixtisaslı həkim tərəfindən əgər ambulator şəkildə, planlı şəkildə hər hansı bir sığorta olunana MRT və KT müayinəsi tətbiq olunduğu halda vətəndaş həmin tibbi xidmətlərdən müştərək maliyyələşmə məbləği ödəyərək yararlana bilir. Qeyd etmək istəyirik ki, sığorta xidmətlər zərfində MRT və KT müayinələri müxtəlif tariflərlə təyin olunub və orada həmin tariflər 50 manat və 120 manat arasında fərq olunur. 50 manat olan müayinəyə müraciət 50 manat xidməti 50 manat civarında müştərək maliyyələşmə 10 manat təşkil eləyir. 120 manat olan xidmət isə 24 manat müştərək maliyyələşmə məbləği tətbiq olunur. Qeyd etmək istəyirik ki, həmin müştərək maliyyələşmə məbləğinə ƏDV cəlb olunur, ƏDV-yə cəlb olunur. Bu da həmin müştərək maliyyələşmə tətbiqi həmin müayinələrdən bildiyiniz ki, mürəkkəb müayinələrdir və bu müayinələrdən yəni əsassız olaraq keçmələrin qarşısını alacaq və tibbi xidmətlərin və dayanıqlı vaxtında həmin xidmətlərdən keçməsinə bir təkan olacaq. Bu praktikada geniş olaraq yəni ki, müxtəlif ölkələrdə də tətbiq olunur və hal-hazırda yəni həmin vaxtında və düzgün məsələn vətəndaşların və sığorta olunan diaqnostikası və müalicəsində müsbət bir təkanlar verir ki, qeyd etdiyimiz kimi yəni ki, əsassız olan müayinələr azalır və vətəndaşa həqiqətən də ixtisaslı həkim tərəfindən tətbiq olunur və ehtiyac olduğu halda həmin müayinələrdən növbə sayının da azalmasına səbəb olur ki, və müraciət etdikdə də rahat gedib həmin xidmətdən yararlana bilirlər. Tamamilə razıyam, çünki
Bu hamının biz də qarşı-qarşıya qalırıq. Bilirsiniz ki, oyuncu tamaşaçılarımız Liv Muadil Hospitalda 24 saatlıq xidmətlər göstərilir. Şirkət radioloji müayinələrdən gedir və burada da kifayət qədər mübəyyiniz şahidi oluruq. Kifayət qədər vətəndaşlıqların bəzən şahidi oluruq. Hətta özəl müəssisəsi ilə mübahisə dövlət xidmətində bu say daha çox olur. Bəzən də istəyərəkdən, yəni vətəndaş özü qərar verərək və yaxud da desək bir qədər ehtiyac duyaraq, məsələn deyək ki, oynaqlarında ağrı var, gedim bir MRT-dən keçim, dedim bir KT olunum. Yəni bu yalnız həkim mütəxəssis rəyi əsasında həyata keçirilməyə olan bir müayinədir. Bundan da əlavə bu müayinə kifayət qədər ciddi bir müayinə sayılır və hətta həkimlər bəzən ildə bir neçə dəfədən çox olmayaraq bunu tövsiyə Ona görə də təsadüf seçilmiş bir müayinə deyil və yaxud da hər həftə, hər bir aydan bir, 2 aydan bir keçiriləcək bir müayinə deyil. Ona görə də yalnız və yalnız həkim mütəxəssis rəyi ilə bu müayinələrə girmək lazımdır və bu xidmət də Liv Muadil Hospitalda həyata keçirilir. Yeri gəlmişkən Arzu xanım sizdən soruşmaq istəyirdik. Yəqin ki, təkcə bu xidmət deyil, digər ambulator xidmətlər də var hospitalda. Ümumiyyətcə Samir bəy, vətəndaş ambulator xidmətə yaxınlaşdıqda artıq dövlət müəssisəsində ixtisaslı həkim müayinədən və laborator analizlərdən keçir. Nəyə görə bizə göndərirlər? Çünki diaqnozu təsdiq etmək üçün hər hansı bir instrumental müayinə lazım olduqda, amma ki o dövlət müəssisəsində olmayanda icbari sığorta üzrə Dövlət Agentliyi vasitəsilə bizə yaxınlaşırlar. Oftalmoloji xidmətlərdən OST kimi xidmət göstəririk. OST optik koherent tomoqrafiya müayinəsidir ki, retina qişasının təbəqələrin təfsilatlı şəkildə müayinəsi deməkdir. Göz xəstəliklərin erkən dövründə aşkarlanmağa kömək eləyir. Sonra Liv Muadil Hospital ambulator şəraitdə mammoqrafiya müayinəsini xidmətini göstərir. Mammoqrafiya süd vəzinin daha dəqiq müayinəsidir. Onun üçün adətən hansı hallarda təyin olur, onu həkimlər daha yaxşı bilərlər ki, mamoloq həkimlər daha yaxşı təyin eləyirlər. Adətən 45 yaşda profilaktik şəkildə qadınlara təyin eləyirlər. 40 yaşdan yuxarı qadınlar əgər hansısa bir ginekoloji xəstəliyi varsa və əgər təəssüf olsun ki, onkoloji xəstəliyi varsa. Daha çox rastlanan, daha çox xidmət göstərdiyimiz xidmətlərdən isə kompüterli tomoqrafiya ilə maqnit rezonans tomoqrafiyasıdır, KT və MRT. Bu xidmətləri xidmət zərfi çərçivəsində heç bir əlavə ödəniş olmadan nativ və kontrastlı şəkildə icra eləyirik. Onu da deyim ki, bizim mərkəzimizdə 2 MRT aparatı mövcuddur ki, 1,5 Tesla diapazonunda və 3 Tesla diapazonunda. 3 Tesla diapazonunda olan aparat daha güclü maqnitə malikdir və beyin, onurğanın, oynaqların yumşaq toxunmasını daha dəqiq göstərirlər. Onu da deyim ki, Liv Muadil Hospital elə bir qərar veribdi ki, vətəndaşlar bizə icbari sığorta ilə müraciət etdikdə onların növbəsini çalışırıq axşam saatlarında verməyə. Bunun məqsədi nəyə görədir? Çünki vətəndaş bu göndərişi almaq üçün dövlət müəssisəsinə səhər saatlarında yaxınlaşır. Səhər saatlarında ixtisaslı müayinəsində olur, laborator analizləri ac qarnına verir və əgər vətəndaş işləyəndirsə, artıq işdən icazə alması olur. Bu vaxt itkisidir onun üçün. Ona görə erkən səhər saatlarında, axşam saatlarında 900 nömrəsi ilə çağrı mərkəzinə əlaqə saxlayaraq özlərinə uyğun bir vaxt seçə bilərlər. Onu da deyim ki, bizim bir yeniliyimiz də var ki, vətəndaş bizdə hər hansı bir müayinədən keçdikdə fərq yoxdur, instrumentaldır, laboratuardır. Cavab üçün bizə müraciət etməyə ehtiyac yoxdur. Yəni bir daha durub bizim xəstəxanaya gəlməyə ehtiyac yoxdur. Liv Muadil'in Liv mobil tətbiqi var ki, telefonunu yükləyərək öz fin üzərindən qeydiyyat apararaq bütün burada keçən müayinələrin nəticəsini evdən çıxmadan əldə edə bilərlər. Bu həqiqətən də çox işimizi rahatlatdıracaq əndən. Çünki biz müxtəlif qurumların mobil tətbiqlərini bilirik və əslində öyrəşmişik müəyyən mənada, amma tibbi xidmətlər üzrə hər hansısa bir hospital tərəfindən bu tətbiqin olması sırf əsl mənasında işimizi rahatlaşdırır və tavsiyə qeyd edim ki, təkcə vətəndaş üzvü yox, eyni anda bir neçə nəfər, neçə profillə daxil ola bilər bu tətbiqə və deyək ki, həm özünüz üçün, həm ailə üzvlərinizin, həmçinin də digər yaxınlarınızın nəticələrini
təbii ki, fin kod daxil edərək də onu qeyd edərək əldə edə bilərsiniz və hospitala gəlmədən nəticələr sizdə olacaq. Təbii ki, bunu da istənilən mütəxəssisləri ala bilərsiniz bu nəticələrdə. Yeniliklərdən bəhs edirsiniz Livan'da hospitalda, amma həm də icbari sığortanın təklif etdiyi xidmətlər zərfində də kifayət qədər yeniliklər olur. Hər keçən gün bu zərfdə müəyyən bir dəyişikliklər olur, yeni xidmətlər əlavə olunur və həm də əlavə olunması istiqamətində müzakirələr aparılır. Mən istəyərdim ki, bununla bağlı doktor Arif məlumat versin, çünki artıq son dönəmin biz yeniliklərindən bir qədər əvvəl bəhs etdik MRT və KT müayinələrdə. Daha hansı yeniliklər gözlənilir? Əlaqə olunması planlaşdırılan xidmətlər varmı və yaxud da var olan xidmətlərin deyək ki, əhatə dairəsinin genişləndirilməsi istiqamətində hansı işlər görülür? Qeyd etmək istəyirəm ki, icbari sığorta Dövlət Agentliyinin əsas məqsədlərdən biri də vətəndaşlara keyfiyyətli və əlçatan tibbi xidmətlərin təminidir və səhiyyəyə istifadə edən maliyyə yükün azalmasıdır. O istiqamətlərdən biri də həmin xidmətlər zərfinin vaxtı ikən, yəni ki, dəyişdirilməsi və əlavə xidmətlərin əlavə olunması və hal-hazırda istifadə olunan xidmətlər, yəni ki, onları daha da genişləndirilməsi genişləndirməsi üzərində işlər aparılır. Qeyd etmək istəyirəm ki, yeni başlayanda xidmətlər zərfində qeyd olunan rəqəmlə, xidmətlər zərfində qeyd olunan rəqəmlə indiki rəqəmlərin sayı kifayət qədər fərq olunur. Son dəyişikliklər 2023-cü ildə baş vermişdi. Həmin dəyişiklikdən sonra 700-dən artıq xidmət əlavə olunmuşdu xidmətlər zərfinə və hal-hazırda 2025-ci ildə də xidmətlər zərfi dəyişdirilməsi, yəni ki, xidmətlərin əlavəsi barəsində planlaşdırma işləri aparılır. Bunun üçün də yəni keçən illəri bəzi görüşlər keçirilib və görüşlər nəticəsində uyğun olaraq ki, ürək-damar cərrahiyyəsi, neyrocərrahiyyə, oftalmologiya, urologiya, travmatologiya, ümumi cərrahiyyə üzrə tibbi xidmətlərin əlavə olunması və mövcud olan xidmətlərin daha da yəni ki, aydın şəkildə və qeyd olunması üzərində işlər aparılır. Bununla qeyd etmək istəyirəm ki, hal-hazırda yəni ki, xidmətlər zərfində qeyd olunan tibbi xidmətlərin daha da əlçatanlığı təmin etmək üçün və həkimlərə və vətəndaşlara daha da anlamaq üçün bu yəni ki, xidmətlər zərfində qeyd olunan xidmətlər daha da əlçatan dildə yazılması və bununla da bağlı işlər aparılır. Üçüncü iş isə bundan ibarətdir ki, hal-hazırda bəzi tibbi xidmətlərdə istifadə edilən xüsusi tibbi sərflərlə bağlı orada tam aydınlıq gələcək. Məsələn, indi qeyd etmək istəyirəm ki, bir istiqaməti, məsələn, beyin və ürək-damar və ya periferik damarlarda istifadə olunan stentlərlə bağlı orada bəzi tam açıqlayıcı məqamlar olacaq. Məsələn, istifadə olunur dərmanlı stent, qeyri-dərmansız stent və indi hal-hazırda trombolitik maddələr istifadə olunur həmin prosedurlara. Bunlara tam aydınlıqla orada hamısı izah olunacaq. Əlavə olaraq qeyd etmək istəyirəm ki, xidmətlər zərfini əlavə 2025-ci ilin ikinci yarısından ambulatora yazılan dərmanların verilməsi planlaşdırılır. İlkin olaraq bu ürək-damar patologiyası ilə bağlı olacaq dərmanlar olacaq və növbəti mərhələli şəkildə bu həzm sistemi və tənəffüs sistemi xəstəlikləri ilə bağlı olan dərmanlar planlaşdırılır. Bununla da bağlı olaraq işlər davam edir və qeyd etmək istəyirəm ki, qeyd olunan dərmanlar əsasən də orada həmin dərmanın tərkibi və dozası qeyd olunacaq. Bunun üzərindən də qeyd edilik pozitiv list təşkil olunacaq. Bunda 2 mərhələli, yəni ki, dərmanların ödənişi icra olunacaq. Qeyd etmək vətəndaşın məsələn hansı bir dərman ehtiyacı olduğu halda, ürək-damar dərmanı ehtiyacı olduğu halda bu agentliklə müqavilə bağlanmış apteklərdə xüsusi işarələnmiş apteklərə müraciət edərək həmin elektron resept vasitəsilə həmin dərmanlardan alıb və orada 2 mərhələli ödəniş də icra olunacaq. Yenə də yəni ki, həmin tarif şurası tərəfindən qeyd olunmuş məbləğ, tarif və ona uyğun olaraq da əlavə vətəndaşın müştərə maliyyələşməsi. İndi bilirsiniz ki, bəzi şirkətlər digər məsələn eyni tərkibdə olan dərmanların başqa bir adlarla ölkəyə daxil olması, satışı həyata keçirilir. Bununla da bağlı yəni qeyd edilən yəni ki, əsas tarifin məbləği, yəni ki, tərkibinə uyğun olaraq ödənişi, yəni sığorta çərçivəsində aparılacaq, amma indi onun həmin qiymətin üstü vətəndaş tərəfindən ödənişi planlaşdırılır.
Çox sağ olun ətraflı məlumata görə. Demək olar ki, belə desək, hər keçən gün icbari tibbi sığorta dövlət agentliyi vətəndaşların bütün xidmətlərə, bütün tibbi xidmətlərə hər çatanlığın təmin olunması istiqamətində addımlar atır. Yeni xidmətlər əlavə olunur və yaktorlar və xidmətlər daha da təkmilləşdirilir. Çünki bilirsiniz, artıq 2025-ci il yaxşıdır və qlobal miqyasda baş vermişlər şəkillər insan səhhətinə, sağlamlığına da təsirsiz ötüşür. Bəzi xəstəliklərə uğraşı canlanlaşır, gəncləşir və onlarla mübarizə aparmaq təbii ki, dəyərli həkim mütəxəssislər tərəfindən verilməkdir. Bu mövzuda isə Azərbaycan dövlətinin nəzərincə siyasət yolu icra olunmaqdadır. Çünki icbari tibbi sığorta həmkin sağlamlığını daim 4 saat olması istəyilən bir mexanizmdir və bir gündə kifayət qədər biz onun olmasa deyə giderek qeyd edin ki, mövzumuz icbari tibbi sığorta və bu sığorta deməli agentliyin təyin etdiyi xidmətlər isə müəyyənləşdirdiyi, daha doğrusu məqsədlərdə daxil olan pasifilarqa dövlət və qeydiyyat müəssisələrində necə faydalanmaq olar, necə istifadə etmək olar, bu istiqamətdə müzakirə aparırıq və verilişimizin əvvəlini biz qeyd etmişdik xüsusi bir məqamı ki, mütləq şəkildə özəl tibbi müəssisəsindən əgər icbari tibbi sığorta əsası ilə xidmət almaq istəyirsə, bu zaman göndəriş əldə etməliniz mütləq. Bunu qeyd edim ki, təxirəsalınmaz hallarda vətəndaşın hər hansı bir qərar vermək vaxtı da olmur. Yəni ki, o dərəcədə olmur və onun əvəzinə ya təqdim olunan ya yaxınları və ya həmin evə dəvət olunmuş təxirəsalınmaz tibbi yardım briqadası qərar verir. İlkin olaraq, yəni evə dəvət olunmuş təxirəsalınmaz tibbi yardım briqadası həmin vəziyyəti, sığortalının vəziyyətin qiymətləndirir, dəyərləndirir və həmin xidmətin, yəni ki, vətəndaşa təqribi ehtiyacı olan xidmətin yaxın bir ərazidə ya dövlət qeyd etdiyimiz kimi ya dövlət və ya özəl tibb müəssisəsi həmin bu xidməti icrası mümkündürsə və onun tez bir zamanda həmin bu xidmətin göstərilməsi vacibdirsə, məsələn götürsək, əgər kəskin koronar sindromdursa və qeyd etdiyimiz kimi Qaraqarayev ərazisində fəaliyyət göstərən məsələn həm dövlət, həm özəl tibb müəssisəsi varsa və ona ən yaxın bir əraziyə, evə yaxın ünvana çatdırılması daha məqsədə uyğun olur ki, vətəndaşın və sığortalının həyatını xilas etmək üçün. Bu halda da yəni təxirəsalınmaz yardım briqadası qərar verir və məsələn əgər mütləq olaraq müdaxilə lazımdır, invaziv prosedur ehtiyacısa vətəndaşa və bu xidmət məsələn təbii tabeli tibb müəssisəsinin göstərməsi mümkün deyilsə, o ən yaxın özəl tibb müəssisəsinə həmin vətəndaşı çatdırır və həmin tibb müəssisəsində həmin xidmət göstərilir. Həmin xidmət göstərildikdə də həmin tibb müəssisəsi tərəfindən icbari sığorta agentliyinə sorğu yaradılır və sorğu əsasında həmin xidmətin təxirəsalınmazlığı və həmin dövlət tibb müəssisəsinin icra olunmaması barədə orada qeyd düzgünlüyü olursa və sığorta tərəfindən həmin xidmətin qarşılığı qarşılanır. Çox sağ olun ətraflı məlumata görə və deyək ki, özəl müəssisəyə yaxınlaşmasından təcil tibbi yardım bölümündən danışmışkən Arif Toplu mövzusunu Aruz Kamp sizin davam etdirmenizi istəyəcəm. Vətəndaş yaxınlaşdı. Hansısa bir vəziyyət baş verdi, hansısa bir təcili bir durum yarandı və təcili yardıma gəldi. Vətəndaşı təcili yardıma girişdi andan etibarən nə gözləyir, nə ilə qarşı-qarşı? İlk öncə məlumat verim ki, Livbonada hospitalın müasir avadanlıqlarla təchiz olunmuş ambulansları olan yetişkin və uşaq təcili yardım şöbəsi mövcuddur. Vətəndaşın, məsələn deyirəm, ürək nahiyəsində ağrı, yanğı hissi varsa, boğulma hissi varsa, təcili Livbonada hospitala yaxınlaşa bilər. Vətəndaşa ilkin yardım göstəriləndən sonra, əgər vətəndaşa qoyulan diaqnoz kəskin infarkt miokard diaqnozu təsdiqini tapırsa, o halda bizim əməkdaşlar YTəbib sisteminə vətəndaş haqqında məlumat giriş edir və vətəndaşa göstərilən koronar angiografiya, koronar angioplastika, habelə açıq ürək əməliyyatları xidmət zərfi çərçivəsində göstərilir. Onu da deyim ki, 2024-cü, 2025-ci illərdə Livbonada hospitalından icbari tibbi sığorta üzrə dövlət agentliyi arasında anadan gəlmə uşaqlarda kardiocərrahi qüsurların kardiocərrahi yolunun aradan qaldırılması müqaviləsi mövcuduydu. O dönəmdə yüzlərlə uşağa
biz yardım etdik. Yüzlərlə uşaq bizdə əməliyyat olundu, öz sağlamlığına qovuşdu və bu gün də artıq bu müqavilənin vaxtı bitməyinə baxmayaraq Limonada Hospital həmin uşaqları qəbul edib, o uşaqlara xidmət göstərir, o uşaqlar bizdə müalicə alırlar və qürurla deyim ki, bu çox gözəl nəticələrimiz var. Amma bu nəticələrin böyük rolu nədədir? Çünki o uşaqlar bizə vaxtında çatdırılır. Vaxtında bu uşaqlara müdaxilə olunur. Xəstəxanamızın müasir avadanlıqlarla təchiz olunmuş əməliyyatxanamız var. Əməliyyat olunduqdan sonra pediatrik və neonatoloji reanimasiyamız var ki, bu uşaqlara düzgün baxım olur. Və təbii ki, danılmaz mütəxəssisli həkimlərimiz, xaricdə almış həkimlərimiz var ki və güclü komanda. Hədinə. Və bu bir qədər desək, ani baş vermiş hallardan biz bəhs edirik. Vətəndaş hansısa bir çətinlikdən qarşı-qarşıya qalır, çox qəçbəsiniz. Son dönem sosial mediadan da izləyib, xəbər saytları bunu yazır. Az yaşlı ölkələrin binadan yüksəklikdən düşməsini və bu hallarda birbaşa olaraq yaxınlaşa bilirlər. Amma bununla yanaşı təbii ki, normal qaydalar əsasında planlı şəkildə müraciət edən vətəndaşlarımız və tibbi xidmət almaq istəyən vətəndaşlarımız və o vətəndaşlara hansı xidmətlər göstərilir və bunun üçün hansı imkanlar var? Yəni Limonada əslində müasir xəstəxanalardan biridir və bizdə yəqin ki, icra olunmayan əməliyyat yoxdur. Sadəcə icbari tibbi sığorta ilə dövlət müəssisəsində icra olunmayan əməliyyatlar qəbul olunur. Onun üçün isə vətəndaş dövlət müəssisəsinə yaxınlaşır. SMS kod gəldikdə şəxsiyyət vəsiqəsi ilə öncəki dövlət müəssisəsində keçən müayinələr nəticəsi ilə bizim xəstəxanaya yaxınlaşır. Təbii ki, planlı şəkildə kardio-cərrahi də xidmət göstərilir. Limonada'nın nəzdində ayrı oftalmoloji mərkəz var ki, ən çətin əməliyyatlar icra olunur bizdə. Amma ki, diqqəti biraz yönəltmək istəyirəm, ən çox qarşılanan FACO üsulu ilə katarakta əməliyyatına. Onu qeyd edeyim ki, bu əməliyyat bizdə xidmət zərfi çərçivəsində heç bir əlavə ödəniş olmadan icra olunur və əməliyyat zamanı istifadə olunan linza Amerika istehsalı olur. Vətəndaş bilirsiniz ki, bu əməliyyatlar yerli keyitmə altında icra olunur və bizdə bu tam ağrısız şəkildə istifadə olunan dərmanlar isə xaricdən gəlmiş yüksək keyfiyyətli dərmanlar olur. Vətəndaş bizdə əməliyyat olundu, evə getdi. Bundan sonra bir ay ərzində heç bir ödəniş olmadan həkimlərimizə təkrar müayinəyə dəvət olunur. Ondan əlavə bizim hospitalda göndəriş alaraq uroloji xidmətlər göstərilir. sidik axarı daşı, böyrək daşı xəstəliyi, sidik axarı darlığı, uretra darlığı əməliyyatları, prostat adenoması. Uroloji əməliyyatlar bizdə açıq və laparoskopik də olur, lazer üsulu ilə, endoskopik üsulu ilə. Diqqətinizi ona yönəldim ki, bizdə polip üsulu ilə bir prostat adenomasının əməliyyat üsulu var ki, bu adenomanın böyümüş hissələrinin minimal invaziv yolla ləğv olunmasıdır və minimal qanaxma və tez sağalma ilə bitir bu əməliyyatdan sonraki dönəm. Təbii ki, texnologiya inkişaf etdikcə tibb sahəsində də bu özünü göstərir və müxtəlif sahələrində istər sizin belirtdiyiniz holeyka əməliyyatı olsun, istər Faber cihazı olsun, istər zoom və digər cihazlar olsun. Bu texnologiyalar inkişaf etdikcə təbii ki, istər telefonla ibarətdir, bizim sağlamlıq nəticələrimiz daha dəqiq, daha dəqiq müayinələr, daha dəqiq diaqnozlar qoyulur, sizlərin zamanda daha tez və kreativ şəkildə problemlər aradan qaldırıla bilir. Artıq yavaş-yavaş biz verilişimizi sonuna yaxınlaşırıq və mən sonda istəyərkən də bunu nöqtəyə toxunayım, çünki icbari tibbi sığorta çox mükəmməl bir söz nəsil mənasında Azərbaycan vətəndaşı üçün bir var olan sistemdir, amma həm də onun var olmasının səbəbi vətəndaşlar ona görə dəyişir ki, onların müəyyən bir maddi çətinliklərdən qoşulur. Dolayısıyla deyək ki, hər hansı bir müəssisə ödənişli şəkildə yaxınlaşmaq əvəzinə dövlət tibb müəssisəsində bu xidmətlərdən fayda ala bilər. Yox, ola bilər ki, hansısa bir. Bu halda isə özəl tibb müəssisəsində yaxınlaşmaq olur və icbari sığorta ilə həyata keçirilən əməliyyatların ən ağır, ən çətin əməliyyatların belə qarşılanması sözün əsl mənasında vətəndaşlara qədər
rahatlıq verir. Çünki bilirlər ki, hətta orqan köçürülməsi olmuş olsa belə bu icbari tibbi sığortayla qarşılanacaq bir prosedurdur. Mən istərdim həm də bu mövzuya toxunaq. Bu barədə qeyd edim ki, bəli, son xidmətlər zərfində dəyişikliklərdə əlavə olaraq maliyyə yükü azalması məqsədi ilə transplantasiya xidmətləri də əlavə olunmuşdu. Limitli sayda olmasına baxmayaraq, amma yenə qaraciyər transplantasiyasıdır, böyrək transplantasiyasıdır və sümük transplantasiyasıdır. Onlar da sayı 100 qaraciyər transplantasiyası, 150 böyrək transplantasiyasıdır və il ərzində 20 dənə sümük transplantasiyası həyata keçirilə bilər. Onu da qeyd etmək istəyirəm ki, keçən il ərzində məsələn 145 transplantasiya əməliyyatı keçirilmişdi. Onun içərisində də 76 qaraciyər köçürülməsi icra olunmuşdu. Onun 7-si sümük, 82 də böyrək köçürülməsi icra olunmuşdu. Bu da bir vətəndaşlara qeyd etdiyimiz kimi maliyyə yükü azalmasıdır. Bildiyiniz kimi ən bahalı əməliyyatlardan biri sayılır bu transplantasiyalara və ehtiyac olduğu halda, yəni vətəndaşlar əgər onlara bir diaqnoz qoyulursa, onlar müraciət edirlər Səhiyyə Nazirliyinin orqan donorluq transplantasiya koordinasiya mərkəzinə, ona uyğun olaraq da vətəndaş yönəldilir tibb müəssisəsinə və həmin sığorta çərçivəsində xidmətdən yararlana bilir. Belə bu mövzu ilə Belarus Komissiyasında fikir almaq istərdim. Çünki biraz əvvəl də çıxışınızda qeyd edildiniz ki, bu hospitalın kifayət qədər texnoloji imkanları var, kadr potensialı var, həkim kəpəsiləri və s. və bizdə icra olmayan əməliyyat yoxdur deriz. Orqan köçürülməsi də bu əməliyyatlar sırasına daxildir. Bəli, siz bilirsiniz ki, transplantologiya tibbin ən mürəkkəb sahələrindən biridir və bizdə Azərbaycanda hər bir xəstəxana bu əməliyyatı icra edə bilməz. Bunun üçün xüsusi icazə verilməlidir. Sevindirici halda ki, Libonadı Hospitalın bu icazəsi var. Ondan əlavə Libonadı Hospital GCI akkreditasiyadan keçmiş bir xəstəxanadır. GCI beynəlxalq səviyyədə keyfiyyət və təhlükəsizlik xidməti deməkdir. Bizdə böyrək və qaraciyər transplantasiyası əməliyyatlar icra olunur və bilirsiniz ki, bu əməliyyatı icrası üçün müəyyən bir şərtlər var ki, bir həkimin qərarı deyil ki, bu vətəndaşa transplantasiya olunacaq yoxsa yox. O əməliyyatı icra etmək üçün ilk öncə həkim komissiyası olmalıdır. O da Libonadı var. Vətəndaş yaxınlaşdıqca da həmin komissiyadan keçir və son olaraq klinikanın, xəstəxanamızın rəhbərliyi tərəfindən həmin komissiyasının rəyinə təsdiq vurulur. Ondan əlavə vətəndaşın qərar verilsədir ki, əməliyyat olunsun, əməliyyatxana hazır olmalıdır bu xəstəni qəbul eləməyə. Libonadıyanın müasir avadanlıqlarla təchiz olunmuş əməliyyatxanası mövcuddur və təbii ki, əməliyyat uğurlu keçəndən sonra da post-operasyon baxış var bu xəstəyə ki, bu normal fəaliyyətə, normal həyata qayıtsın deyə düzgün baxım olmalıdır bu xəstəyə. O da ki, reanimasyon yatışımızda, stasionar yatışımızda bu xəstələri qəbul etməyə hazırdır və qəbul edir də, icra olunur da bu əməliyyatda. Və üçüncü amil təbii ki, həkim heyəti. Bu əməliyyatı icra etmək üçün həkim komandası. Çünki transplantasiya zamanı iki əməliyyat eyni zamanda icra olunur. Həm donor, həm resipient. İki komanda işləyir, canlı donordan resipiyentə orqan köçürülməsi icra olunur. Aydın. Və demək ki, bu əməliyyatlar da icbari tibbi sığortanın hətta belə desək, ən kiçik müayinədən ən böyük cərrahi əməliyyata qədər bütün bu prosedurlar icbari tibbi sığortanın xidmətlər zərfinə daxildir. Bütün məlumatları icbari tibbi sığortanın saytından əldə etdikdən sonra deyək ki, siz Libonadı Hospitala gəlmisiniz və burada isə sizi elektron formada MIV app qarşılayacaq. Çünki bu mobil tətbiq bütün növ analiz və nəticələrin laborator, radioloji və digər yəni sizin ümumiyyətlə xəstəxanada bütün davranışlarınızı, yəni tibbi davranışlar istədir ki, orada görə bilərsiniz, əldə edə bilərsiniz məlumatları. Təşəkkür bizi izlədiniz. Hörmətli tamaşaçılarımız, əgər sizdə yaranmış hər hansı bir sualınız varsa, bizim 24 saat fəaliyyət göstərən çağrı mərkəzimizə və WhatsApp xəttimizə yaza bilərsiniz və məşhur dolanlarımız çox sağ olun. Gəldiniz, suallarımızı cavablandırdınız. Ümidvarıq ki, kifayət qədər aydın və necə deyirlər, əhatəli bir demişimiz alındı. Çox sağ olun ki, gəldiniz. Hörmətli tamaşaçılarımız, sağ olun, salamat qalın. Növbəti proqramımızda görüşərik.